Arıqlamaq üçün yeməyinə diqqət et, idmana get. Mən artıq idman etmirəm. İç orqanları yaşlandırır. Bədən şəkilləndirməyə ehtiyac yoxdur. Özünüzü öldürməyin. Demokratas xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayət qızı sosial şəbəkədə canlı yayımda deyib. O bildirib ki, bir çoxları çəki atmaq üçün iynə vurur. Bu isə sağlamlığa ziyandır. İynə çox yararsızdır. Bugün tanıdıqlarım, hətta məşhurlar içində onu edən var. Onlara yazığım gəlir. O iynə onların axırına çıxacaq. Göbəkdən vururlar. Fatih Ürək də hazırda komadadır. İynəyə görə.